Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlar, dəyərli qardaşlar. Əlbəttə ki, hər bir müsəlman bilməlidir ki, hər bir müminin əsas xoşbəxtliyi onu cənnəti qazanmasındadır. Müminin ən əsas hədəfi cənnəti qazanmasıdır. Və o cənnət ki, o cənnətin yeri, məkanı həm göylər, həm yerlər qədər genişdir. Və hər bir müminin həyatında bu əsas hədəf olmalıdır, cənnəti qazanmaq. Və bunu da əldə etmək üçün, əziz qardaşlar, mütləq hər bir müsəlman öz niyyətini, hədəfini doğrulamalıdır. Düzgün şəkildə etməlidir. Və həmçinin əməllərini də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətindən müvafiq şəkildə, doğru şəkildə etməlidir. Və bununla yanaşı hər bir müsəlman həyatında öz nəfsini daim hesaba çəkməlidir. Bu mühümdür. Madəm ki, insan cənnəti əldə etmək istəyir, cənnətə nail olmaq istəyirsə, bu şeylərə fikir verməlidir. Həm öz niyyətini düzgünləşdirməlidir, həm əməllərinə diqqət yetirərək Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin yoluna müvafiq şəkildə etməlidir və eləcə də öz nəfsini mühasibə etməlidir. Bu mühümdür. Çünki cənnəti qazanmaq üçün insan bu həyatda mütləq bu şeylərə diqqət yetirməlidir. Və insan bilməlidir ki, əksi halda özü də bilmədən, fərqində olmadan onun əməlləri puç ola bilər. Yəni, insan cənnəti qazanmaq üçün mütləq niyyətini, hədəfini və əməlini düzəltməlidir və bunlarla bərabər özünü hesaba çəkməlidir. Əksi halda, yəni yoxsa insanın özü də bilmədən, fərqində olmadan bu əməlləri puç olmağa meyl edər. Ümmətin sələfləri, yəni əvvəlki nəsillər, onlar öz əməllərinin Allah dərgahında qəbul olunmamasından qorxardılar. Fikir verin, diqqət edin. Yəni onlar daimi əməllərini nəzarətdə saxlayardılar. Allah Teala Quran-ı Kərimdə onlar barəsində fikir verin, Müminun surəsində nə deyir? İnnellezine hum min xəşyət rabbihim müşfiqun. Allah Teala onlar barəsində bu ayələrdə buyurur ki, həqiqətən onlar Rəbbinin qorxusundan əsim-əsim əsərlər. Vəllezine hum bi ayati rabbihim yu'minun. Və onlar Rəbbinin ayələrinə iman gətirərlər. وَالَّذ۪ينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. Onlar öz Rəbbinə heç nəyi ortaq qoşmazlar. Diqqət edin ayənin növbəti hissəsinə. Allah Teala bu ayədə buyurur ki, وَالَّذ۪ينَ يُؤْتُونَ مَا أَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ. O ayədə Allah Teala buyurur ki, fikir verin onlar barəsində. Deyir ki, onlar Rəbbinə qayıdacaqlar deyə verdiklərini qəlbləri qorxa-qorxa verərlər. Burada ayədə verdikləri deyilikdə onlar təqdim etdiyi ibadətləri, Allahın huzurunda etdiyi ibadətləri, namazı, zəkatı, sədəqəni, həcci və bütün ibadətləri təqdim etdikdə Allahın dərgahında qorxaraq onu edərdilər. Bu ayə barəsində Rasulullah sallallahu aleyhi və səlləmin həyat yoldaşı, möminlərin anası Ayşə radiyallahu anhə Allah Rəsulundan soruşur. وَالَّذ۪ينَ يُؤْتُونَ مَا أَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ. Onlar verdiklərini, təqdim etdiklərini qəlbləri qorxa-qorxa verərlər. Ayşə radiyallahu anhə buyurur ki, Ya Rasulallah, onlar içki içən və oğurluq edən kimsələrdir. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm nə buyurur? Deyir ki, xeyr, ey Siddiqin qızı. Fikir verin, önəmli olan burasıdır. Buyurur ki, xeyr, ey Siddiqin qızı. Onlar o kimsələrdir ki, onlar həm oruç tutarlar, həm namaz qılarlar, həm sədəqə verərlər
və buna rəğmən əməllərinin özlərindən qəbul olunmamasından qorxarlar. Fikir verirsiniz, əziz qardaşlar. Və buyurur ki, Uləikə yusəri'unə fil xayrat. Onlar yaxşı işlər görməkdə tələsərlər. Allah Rəsulu, baxın, onları necə vəsf edir. Yəni, onlar o kimsələrdir ki, Allahın dərgahında ən gözəl şəkildə ibadətləri təqdim edərlər. Buna baxmayaraq, əməllərinin qəbul olunmamasından qorxarlar. Və həmçinin, üstəlik, daimi onlar xeyir əməllərdə öndə olarlar. Və eyni zamanda da xeyir əməllərdə, salih əməllərdə yarışarlar. Bax, bu ayələr və bu hədis hər birimizin örnək götürəcək ayələr və hədis olmalıdır. Hər birimiz üçün kifayət qədər örnəkdir. Lakin, əziz qardaşlar, çox təəssüf bugün günümüzdə bir çox müsəlmanlar əməlləri elə təqdim edirlər ki, sanki artıq cənnəti qazanıblar. Baxın, ümmətin sələfləri hər addımlarına diqqət yetirərdilər. Və bugün bizim halımız isə həqiqətən çox təəssüf doğuran haldır. Yəni, insan bilməlidir ki, bu həyat müvəqqətidir. Nə edirsə xeyir əməllər, onun qarşılığını Allah verəcəkdir. Eyni zamanda da hər hansı bir şər əməli edirsə, onun da qarşılığı veriləcəkdir. Diqqət edin, tabinlərdən olan Abdullah ibn Əbi Muleykə, Allah rəhmət eləsin, buyurur ki, mən Rasulullah sallallahu aleyhi və səlləmin səhabələrindən 30'u ilə qarşılaşdım. Onların hamısı özlərinə görə nifaqdan qorxardılar. Münafiq olmaqdan qorxardılar. Yəni, görün, səhabələr və tabinlər Allahın qarşısında o qədər əməllərini salih şəkildə təqdim edərdilər və bununla bərabər Allahdan qorxardılar ki, o əməllər qəbul olunmaz və daim əməlləri nəzarətdə saxlayardılar. Burada, əziz qardaşlar, bir neçə əməllər barəsində danışacağım ki, o əməllər insanın əməllərini puç edir. Yəni, bir sıra əməllər var ki, o əməllər insanın, müsəlmanın əməllərini batil edir. Ona görə insan diqqət yetirməlidir. Diqqət etməlidir əməllərinə. Onlardan ən birincisi dindən dönməkdir, üz çevirmək, küfürdür, Allaha ortaq qoşmaqdır və nifaqdır. Bu barədə Allah Teala öz mübarək kəlamında buyurur. وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُدْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ. Allah Teala bu ayədə buyurur ki, deyir ki, sizlərdən hər kim dinindən üz çevirib kafir olaraq ölərsə, onların əməlləri dünyada və axirətdə puç olar. Başqa bir ayədə Allah Teala buyurur ki, وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَإِنْ أَشْرَكْتَ لَيَحْبَتَنَّ عَمَلُكَ. Allah Teala Peyğəmbərə buyurur ki, ey Peyğəmbər, sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Əgər sən Allaha şərik qoşarsansa, sənin əməlin puç olar. Fikir verin. İnsanın əməllərini bir mənalı olaraq, bir dəfəlik olaraq puç edir. Allaha ortaq qoşmaq və Allahın dinindən üz çevirmək. Başqa bir ayədə Allah Teala buyurur ki, وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِتَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Allah Teala bu ayədə buyurur ki, kim imanı inkar edərsə və əməlləri boşa çıxar və o mütləq axirətdə ziyan çəkənlərdən olar. Ona görə, əziz qardaşlar, hər bir müsəlman diqqət etməlidir əməllərinə. Allaha ortaq qoşmaq və Allahın dinindən üz çevirmək insanın əməllərini bir mənalı olaraq puç edir. Və bu mühümdür. Ola bilər insan ibadət etsin, lakin bilmədən şirkə yol versin. Bu çox mühümdür. Bəzən bəzi insanlar qıcıq olur şirkdən danışanda. Bütün peyğəmbərlər insanlara Allaha ortaq qoşmamağa çağırıb. Tövhiddən danışanda bəzi kəsimlər qıcıq olur. Niyə? Əsas danışılacaq məsələ tövhid və şirk olmalıdır ki, insanlar bilsin, ayılsın.
Allahdan başqasına ibadət etməsin. Və insan əgər ibadət edirsə, Allahdan başqasına yönəlirsə, əməlləri pus olur. Yaxşı, insan bilməlidir, sən insanlara moizə verirsən, insanları Allahın dininə dəvət edirsən. Əgər sən Allahdan başqasına ibadət olunmağa yönəldisənsə də, sənin və o sənin dediklərinə yönələnlərin hamısının əməlləri batil olur. Həmçinin dəyərli qardaşlar, insanın əməllərini puç edən məsələlərdən insan bilməlidir ki, riya insanın əməlini puç edir. Riyakarlıq insanın əməlini puç edir. Riyakar insanların xoşuna gələn şeyləri onlara göstərən kimsədir. Yəni bir insan bir əməli insanların xoşuna gəlməsi üçün edirsə, o riyakardır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Fəvaylun lil musallin." Vay olsun o namaz qılanların halına. Diqqət edin, Allah Teala namaz qılanların halını deyir. "Ellezine hum an salatihim sahun." Onlar deyir onlar namazlarında səhlənkardırlar. Yəni namazlarını ciddiyə almazlar. Önəm verməzlər. "Ellezine hum yuraun." Onlar namazları ilə riyakarlıq edərlər. Yəni namaz qılırlar insanlara göstəriş üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, diqqət edin hədisə, fikir verin. Deyir ki, "İnnə əxvəfə mə əxafu aleykum əşşirkul əsğar ər-riya." Buyurur ki, deyir, mən sizin üçün ən çox qorxduğum şey kiçik şirk olan riyadır. Riya insanın əməlini batil edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Yəqulullahu yevməl qiyaməti izə cəzən nəsə bi'əməlihim." Allah Rəsulü buyurur ki, Allah qiyamət günü insanların əməllərini verərkən, qarşılığını verərkən belə deyəcək. "İzhəbu iləl-ləzīnə kuntum turaunə fid-dunya." Deyir ki, dünya həyatında göstəriş etdiklərinizin yanına gedin. Baxın. Və sonra buyurur ki, "Həl təciduna indahum cəzaən." Deyir ki, o zaman deyir, baxın, görün onların yanında siz bir mükafat tapa biləcəksinizmi? Ona görə insan əməllərinin puç olmasından qorxmalıdır. Elə əməl edə bilərsən ki, insanlar onu sevsin, insanların xoşuna gəlsin, lakin Allah qatında heç bir dəyəri yoxdur. İnsan bundan həzər etməlidir, çəkinməlidir. Ona görə qiyamət günü cəhənnəmə atılan ilk kimsələrdən bir qismi də riyakarlar olacaq. Riyakarın əsas hədəfi nədir? İnsanlar onu bəyənsin, insanlar onun əməllərini bəyənsin. Yəni, riyakarın əsas hədəfi dünyada onun nəticəsini əldə etməkdir. Yəni, onlar istəyirlər ki, dünyada onun nəticəsi ilə zövq alsınlar, faydalansınlar. Ona görə insan qorxmalıdır. İnsan ibadət edirsə, itaət edirsə, yalnız Allahın rızasını ummalıdır. İxlasla təqdim etməlidir. İnsanların yaxşı deməsini güdməməlidir. Kimisi elə insanlar var ki, qardaşlar, inanın ki, müdürü qardaşdır, ibadət əhlidir, müdürünün yanında ibadətini gözəlləşdirir. Özümdən demirəm, bu gəlib mənə çatıb. Düzdür, niyyəti, qəlbini bilən Allahdır. Amma insan Allahdan qorxmalıdır. Kim olur olsun, vəzifə sahibi olsun, böyük iş sahibi olsun, sən o ibadəti şəxslər üçün yox, aləmlərin Rəbbi üçün edirsənsə, ən gözəl şəkildə təqdim etməlisən Allahın huzurunda. Sonra dəyərli qardaşlar, insanın əməllərini puç edən əməllərdən biri də insanlara yaxşılıq etdikdən sonra minnət qoymaq. Etdiyi yaxşılığı onun başına qalxmaq. Ona əziyyət vermək. Və bu da insanın əməlini puç edir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Yə eyyuhəl-ləzīnə əmənu, lə tubtilu sadaqatikum bil-mənni vəl-əzə." Allah Teala buyurur ki, ey iman gətirənlər, siz verdiyiniz sədəqələri minnət qoymaq və əziyyət verməklə batil etməyin. Ona görə insan
əgər insanlara yaxşılıq etdikdə, heç vaxt onu başa qalxmamalıdır. Əziyyət verməməlidir. Əgər sən bir insana yaxşılıq edirsənsə, minnət qoyursansa, Allah qatında olan savabı itirirsən. Heç bir faydası olmur. Bəzən elə insan var, həqiqətən, vasitə olur ortada. Bir əməli etməkdə vasitə olur, yaxşı bir əməli. O yaxşı əməli öz adınla təqdim edir. Başqa biri yaxşılıq eləyir, bu ortada özünün sadəcə vasitəli edib və yaxşılıq gedir orada burada danışır ki, filan kəsə mən yaxşılıq etmişəm. Allah qatında nə dəyər oldu əməli? Heç bir dəyər olmur. İnsan xeyir əməllərini gizlətməlidir. Salih əməllərini, ibadətlərini gizlətməlidir. Salihlər, sələflər əməllərinin qəbul olunmamasından qorxardılar. Onların əsas umduqları Allah o əməlləri qəbul olunmasıydı. Onu umurdular. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 3 sinif var ki, Allah Teala 3 sinif, yəni insan var ki, Allah onlardan nə fərz ibadətlərini, nə də nafilə ibadətlərini qəbul etməyəcək. Kimlərdir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hədisdə Aqun və mənnanun və mükəzzibun bil qədər. Onlardan biri nankör olan insanlardır. Naşükür və nankör olan insanlardır. Allah Teala onların nə fərzini, nə də nafiləsini qəbul etməyəcək. İkinci sinif kimsələr isə o kimsələrdir ki, və mənnanun, insanlara yaxşılıq etdikdən sonra minnət qoyan, başa qalxan insanlardır. Allah Teala onlardan qəbul etməyəcək, onların nafilə və vacib ibadətlərini. Rasulullahın hədisidir. Və həmçinin 3-cü sinif o kimsələrdir ki, onlar qədəri, Allahın təqdir etdiyi qədəri yalan hesab edənlərdir. Hədisin isnadı həsəndir, yəni qəbul olunandır. Baxın, nə qədər şiddətlidir. İnsan etdiyi əməli yalnız Allah üçün etməlidir. Əgər bir insanın başına qalxırsa, heç bir savab əldə etmir, əksinə itirir. İtirmə ilə yanaşı da günah qazanır. Ona görə insan, əziz qardaşlar, daimi fikir verməlidir, əməllərini nəzarətdə saxlamalıdır. Çünki yazan mələklər var, insanın əməllərini qeydə alan mələklər var. Və bil ki, bir gün ölüm gəlib çatacaq hər birimizə. Və bu dünyadan insan salih əməllər üzərində köçməyi arzulamalıdır. Xeyir əməllər üzərində və əməllərini də yalnız Allahın rızasını güdmək üçün etməlidir. İnsanlar yaxşı desin deyə yox və ya insanlara etdiyin bir xeyir əməli başa qalxsın deyə yox. Allah qatında elə əməl et ki, o əməlin faydası olsun sənə. Həm qəbirdə, həm qiyamət günü. Həmçinin insanın əməllərini puç edən əməllərdən biri də əsr namazını vaxtında qılmamaqdır. İnsan bilərəkdən, tənbəllikdən əsr namazının vaxtını keçirərsə, necə ki, bu barədə Rasulullah sallallahu aleyhi və səlləmlə də hədis varid olmuşdur. Tabinlərdən olan Əbi Məlih deyir ki, tabin olub. Mən deyir, bir yerdəydim, deyir, bir gün deyir, biz Bureydə ilə, Bureydə Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsidir. Deyir, biz bir gün Bureydə ilə bir yerdəydik. Buludlu bir gündə, yəni hava buludluydu. Deyir ki, Bureydə xüsusən də döyüş vaxtı, döyüşdəydik. Bureydə dedi ki, əsr namazını tezləşdirin. Vaxtı girdikdə artıq namazı qılın, gecikdirməyin. Peyğəmbərin sahabəsi tabinə deyir. Əbu Məlihə deyir. Və deyir ki, çünki Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Burayı da deyir sahabə. Hər kim əsr namazını bilərək tərk edərsə, onun əməli puç olar. Ona görə insan bilməlidir ki, əziz qardaşlar, əsr namazının vaxtı girdisə, onu bilərəkdən, tənbəllikdən dolayı keçirməməlidir. Necə ki, bu barədə alimlər də deyirlər ki, bəzi alimlər deyir ki, bu ancaq bulutlu bir vaxta aiddir. O zaman ki, hava bulutludur, bulutlu günə aiddir. Və burada
əməlin batil olması barəsində də alimlər deyir ki, yəni insan həmin namazı, əsr namazını bilərəkdən vaxtını gecikdirib qılsa belə, deyir ki, o namazın savabını itirmiş olur. Yəni əməlin batil olması deyildikdə hədisdə, yəni deyir, həmin namazın savabını itirmiş olur. Və həmçinin əziz qardaşlar, insanın əməllərini puç edən əməllərdən biri də Allahın adından danışmaqdır və ya hökm verməkdir. Allahın adından and içərək hökm vermək ki, Allah Teala filankəsi bağışlamayacaq. Çünki insan bilməlidir ki, Allah Teala'nın rəhməti genişdir, Allahın mərhəməti genişdir. Allah Teala istədiyi kimsənin günahlarını bağışlayır. Allah Teala kimi istəyir öz cənnətinə qoyar və Allah kimi istəyir tövbəsini qəbul edər, istiğfarını qəbul edər və Allahın lütfu genişdir. Bu barədə də sahabə Cündub radiyallahu anhu deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir. Deyir ki, bir kişi deyir belə dedi. Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq. Fikir verin. O zaman deyir Allah Teala belə dedi. Deyir ki, kimdir deyir o mənim adımdan hökm verən ki, mən filankəsi bağışlamayacam. Mən artıq o filankəsi bağışladım və sənin əməlini isə puç etdim. Fikir verin. Ona görə Allahın adından danışmaq, şəriətdən danışmaq insan ehtiyat etməlidir. Əgər bilgin varsa, yəni bu işin əhlisənsə də çalış danış. Bilmədiyin təqdirdə ehtiyatlı olmaq lazımdır. İnsan Allahın adından danışması, Allahın göndərdiyi şəriətin adından danışmasına diqqət yetirməlidir. Və həmçinin dəyərli müsəlmanlar, insanın əməllərini puç edən əməllərdən Rasulullah sallallahu aleyhi və səlləmə əziyyət vermək. Bu da insanın əməllərini puç edir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu ati'ullah və ati'ur rasul. Ey iman gətirənlər, Allaha itaət edin və Rəsula, Peyğəmbərə itaət edin. Və lə tubtilu a'mələkum. Elə isə deyir, siz əməllərinizi puç etməyin. İnsan Allaha və Rəsuluna itaət etdiyi təqdirdə layiqincə itaət etməlidir. Allaha itaət edib Peyğəmbərinə itaət etmədiyi təqdirdə Peyğəmbərə sanki əziyyət vermiş kimidir. Ənəs radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsi buyurur ki, bu ayə nazil olduqda Lə tərfəu əsvətəkum fəvqə savtin nəbi. Yəni siz Peyğəmbərin səsindən uca səsinizi qaldırmayın. Bu ayə nazil olduqda deyir ki, Səbit İbn Qeys, Peyğəmbərin səhabəsi, öz evinə çəkilir, oturur evində və düşünür ki, artıq mənim əməlim batil oldu və mən cəhənnəm əhlindənəm. Fikir verin. Ənəs radiyallahu anhu bu ayənin nazil olması barəsində danışır. Deyir ki, bu ayə nazil olduqda Səbit İbn Qeys, Peyğəmbərin səhabəsi evinə çəkilir və oturur evində. Fikirləşir, düşünür ki, artıq mənim əməlim batil oldu və mən cəhənnəm əhlindənəm. Yəni, evinə çəkilir. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm soruşur Səd ibn Muazdan. Allah ondan razı olsun. Həmin Səbit barəsində. Səd də deyir ki, o mənim deyir qonşuluğumda yaşayır, qonşumdur. Və deyir, bir şikayətini bilmirəm, görməmişəm. Yəni, heç bir şikayət etməsini görməmişəm. Bu zaman deyir ki, Səd Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü ona çatdırır, yəni səhabəyə. Səhabə Səbit ibn Qeys, baxın nə deyir? Deyir ki, bu ayə nazil olduqda, deyir, bilirsinizmi ki, Rasulullah sallallahu aleyhi və səlləmə qarşı sizin ən yüksək səsli olanınız, ən uca səsli olanınız mənəm. Artıq deyir, mənim əməllərim batil oldu. Təbiət baxımından o sahabənin səsi yüksəkdən çıxırdı. Bəzi insanlar var ki, Allah Teala onları elə yaradıb ki, onların danışığında səsləri ucadan çıxır. Və səhabə də elə düşünür ki, deyir ki, mənim səsim Peyğəmbərin səsindən yüksək çıxırdı.
və ona görə deyir ki, mən cəhənnəm əhlindənəm. Yəni belə düşünür ki, artıq mənim səsim Peyğəmbərin səsindən yüksək çıxdığı üçün mən cəhənnəm əhlindənəm. Səhabə Səd, həmin Səd, Peyğəmbər sallallahu aleyhi və səlləmə bunu çatdırır. Səbitin bu dediklərini. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, xeyr, elə deyil. Əksinə, o cənnətin əhlindəndir. Sağlığında onun cənnət əhlindən olmasına Rasulullah qərar verir. Yəni, fikir verin, insan bəzən elə düşünür ki, yəni səhabə, onun səsinin yüksək çıxması Peyğəmbərə qarşı gəlməsidir. Amma çox təəssüflər olsun, bəzi insanlar var ki, səhabə görün evinə çəkilir, özünü evlə həbs edir və günlərlə qalır evdə. Yəni, halı pozulur ki, mənim səsim ucadan çıxır, mən Allah Rəsuluna qarşı gəlmişəm. Amma insanlar var, Allahdan qorxmur, necə cürət edir Allah Rəsulunun sözləri barəsində həqarət eləyir, Peyğəmbərin sözlərinə qarşı danışır. Ona görə insan qorxmalıdır Allahdan. Və həmçinin dəyərli qardaşlar, insanın əməllərini puç edən əməllərdən biri də Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi dində yenilik çıxartmaqdır. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur, kim bizim bu dinimizdə ondan olmayan hər hansı bir əməli edərsə, yenilik çıxararsa və o əməl rədd olunar. Və həmçinin başqa bir hədisdə Rasulullah buyurur ki, kim bizim əməlimizə uyğun bir əməl etməzsə, yəni bizim gətirdiyimiz dində əməlimizə uyğun bir əməl etməzsə, o rədd olunar. Ona görə dəyərli qardaşlar, insan bilməlidir ki, əgər etdiyi əməllər Peyğəmbər sallallahu aleyhi və səlləmin buyruğuna, sözlərinə və əməllərinə müvafiq deyilsə, Allah qatında o əməl batil olacaq və heç bir faydası olmayacaq. Allahdan istəyirəm bizim hər birimizin əməllərimizi Allah dərgahında daha da salih əməllərdən etsin. Allah bizim günahlarımızı bağışlasın və Allah Teala bizim valideynlərə rəhm eləsin, onların günahlarını bağışlasın. Allah Teala bizim zürriyyətimizi salihlərdən etsin. Uca Allah bizə iman üzərində yaşayıb və iman üzərində ölməyi hər birimizə müvəffəq etsin. Sallallahu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi əcma'in. Subhanekallahumma və bihamdik. Əşhədu ən la ilahe illa əntə əstəğfiruka və ətubu ileyk.